bu qədər asan kiməsə oyun satırsan demək ən sadə halda ədalətsizlikdir. Mən də Veysəl Rzayevi qınayıram bu məsələyə görə, düzü sonradan üzrxahlıq elədi. Bu danışıqlar davamlı və çox olmalı. Klub məncə prosesi doğru apardı, doğru qərarlar verildi, doğru paylaşımlar, açıqlamalar edildi. Gülümsəyirəm təbii ki və bunu inandırmağa çalışıram, amma onlar da məni inandırmadı. Çünki çox əmindirlər. Və mənə orada məlum oldu ki, əslində Tovuzdakı oyunlarda komanda uduzanda bir çox hallarda və bir böyük çoxluq bunu bağlayırlar bunu. Qışqırırlar. O satmayın, belə olun, elə olun. Yəni ciddi inanırlar ki, futbolçular oyun satır. Bu yaraşmır. Birincisi oyun satmaq bildiyimiz qədər sadə məsələ deyil və bu elə bir prosesdir ki, burada o qədər də asan deyil hər şey. Yəni onların bir koalisiyası var və onlar FIFA-nı kənardan bilirsən nəyi maliyyələşdirirlər? Deyirlər ki, siz bura bir komissiya ayırın. Çünki bunlara sərf eləmirik. Yəni mən bookmaker kontoruyam və hardasa oyun algısı satqısı var. Bunun qarşısını almaq lazımdır. Çünki mən birbaşa mənə ziyandır. Və onların koalisiyası var. Onlar bunu yüksək məbləğdə maliyyələşdirir ki, bunun qarşısını alın. Sən təsəvvür elə bunun qarşısını almaq uğrunda hansı səylər, yəni pul olan yerdə möhkəm bir iş gedə bilər də, düzdürmü? Əlbəttə. Yəni onlar birincisi onlar bunun marağındadır. Kluba, böyük azarkeşlərə də yaraşmır. Yaraşmaz. Yəni futbolçuna oyun satırsan demək. Yəni bunu hiss eləmir bəlkə də insanlar. Mən özüm də tam hiss eləmirəm, amma futbolçu tərəfindən bunu eşitmək çox ağır, çox dəhşətlidir. Yəni harda gördün? Hansı hərəkətində bilirsən, gördün? Birbaşa böhtandır da. Oturduğun yerdə səni böhtan atırlar, sən oyun satsın və ən belə futbolçular arasında çox belə pis baxırlar da bu. Və sən öz futbolçuna, öz sevdiyin dəyərlərə bu qədər axmaqlıqdır qardaş, bu iş deyil axı.